Salam hər kəsə, dəyərli izləyənlər. Qrupda maraqlı suallar paylaşılmışdı, həndəsə sualları. Onlardan bəzilərinin izahını paylaşacağam. Deməli, birinci sual belə bir düzbucaqlı üçbucaq verilir bizə. Deməli, bu düzbucaqlı üçbucaqda S bucağı 90 dərəcədir. S düzbucaq təpəsindən hündürlük çəkilir. Daha sonra A bucağının tənböləni bu CD hündürlüyünü F nöqtəsində kəsir. Daha sonra DSB-nin tənböləni çəkilib. DSB-nin tənböləni də bu tərəfi Y nöqtəsində kəsib. YF parçası da AC tərəfini, YF düz xətti AC tərəfini N nöqtəsində kəsib. Demək, göstərmək lazımdır ki, əgər CD 10-dursa, N nəyə bərabərdir? Əslində, bu məsələdə sadəcə olaraq göstərmək lazımdır ki, CD N-yə bərabərdir. Demək, baxaq. Bu, demək, tənbölən olduğuna görə bu alfa alfadır, S-yə tənböləndir DSB üçbucağında. Və biz bilirik ki, DSB bucağı SAB bucağına bərabərdir. Yəni, bu bucaqla bu bucaq eyni bucaqlardır. O halda bu da alfa alfa olur. İndi nəyə fikir verək? Bura 2 alfadır. Onda B bucağı bura 90 olduğuna görə olur 90 çıx alfa. Bu üç bucaqda xarici bucaq, yəni bu bucaq, bu ikisinin cəmi olduğuna görə bura olacaq 90 minus bu 2 alfa üzr istəyirəm. 90 minus 2 alfa üstəgəl alfa, yəni 90 minus alfa. Yəni, bura 90 minus alfadır, bura 2 alfadır. O halda bu bucağa qalır 90 minus alfa. 90 minus alfa. Yəni, nə aldıq? Aldıq ki, A, S, Y üçbucağı bərabər yanlı üçbucaqdır. Və AC tərəfi, daha dəqiqləşdirək, AC tərəfi üzr istəyirəm, AC tərəfi AY tərəfinə bərabərdir. Və biz bilirik ki, bərabər yanlı üçbucaqda oturacağa çəkilən, tənbölən hündürlük, median bunlar üst-üstə düşür. Ona görə AF düz xətti bu həm də demək C-yə nə olacaq? Perpendikulyar olacaq. Yəni, bura 90 dərəcədir. Onda nə aldıq? Aldıq ki, CD və AK olsun bu məsəl üçün. AK tənbölən, bunlar hündürlüklərdir. Bu hündürlüklər F nöqtəsində kəsişib. Demək, F nöqtəsi hündürlüklərin kəsişmə nöqtəsidir. O halda YN də hündürlük olmalıdır. Çünki hündürlüklər bir nöqtədə kəsişir. Yəni, YN də hündürlük olduğuna görə biz deyə bilərik ki, bərabər yanlı üçbucaqda bərabər tərəflərə çəkilən hündürlüklər bərabərdir. Yəni, CD ilə YN bir-birinə bərabər olacaq. Çünki bu tərəflə bu tərəfin eyni olduğunu göstərdik. Və cavab da 10 olacaqdır. Növbəti suala baxaq. Bu birinci sual idi. Orada bir neçədən sual paylaşılmışdı. İkinci sual da oxşar bir şəkildir orada. Onu da çəkim. Demək, burada da yenə düzbucaqlı üçbucaq bayaqki şəklə oxşar bir şəkildir. Yenə də S düzbucaq təpəsindən hündürlük çəkilib. CD hündürlüyü və buradan tənbölən çəkilib. SP bu tənböləndir. Və AF bu A bucağının tənböləni də çəkilib. Bayaqki şəkildir. AF tənböləni çəkilib, bu Y nöqtəsində bunu kəsir. Demək, bu bucaqla bu bucaq bərabərdir, bunları verib. Bunlar da bərabərdir, bunu mən bayaqları göstərmişəm. Demək, burada nə tələb olunur bizdən? Deyir ki, göstərin ki, AF-in kvadratı üstəgəl SP-nin kvadratı bərabərdir AY-nin kvadratı. Biz bayaqki misalda aldığımızı, yəni orada nə tapdıqsa, onları burada yazaq. Məsələn, biz tapdıq ki, AF SP-nin orta perpendikulyardır. Yəni, burada 90 olduğunu göstərdik. Və demək, indi bizdən nə tələb olunur? Bizdən tələb olunur AF-in kvadratı. AF-ə bir dənə A deyək, məsəl üçün. Üstəgəl SP-nin kvadratı. SP-nin kvadratı bərabərdir AY-nin kvadratına. İndi burada AC tərəfindən biz AP-nin eyni olduğunu göstərdik. O halda
Burada bu nöqtəni adlandırsaq, məsəl üçün bura olsun K nöqtəsi, bayaq da K yazmışdıq. O halda bura X-dir, burada X-dir. Aydınmı? Bunlar bərabərdir. Və AC, daha doğrusu FC'ye üçbucağına baxsaq, bu üçbucaqda SK demək mediandır, həm də hündürlük, həm də tənböləndir. O halda FK ilə K-yı da bir-birinə bərabərdir. Yəni bura M-dirsə, burada M olur. Yəni biz əslində bunu göstərməliyik. Biz göstərməliyik ki, AF-in kvadratı, yəni A-nın kvadratı üstəgəl SP-nin kvadratı, yəni 4x-in kvadratı bərabərdir AY-nin kvadratına. Yəni A plus 2M-in kvadratı. Bunu göstərməliyik. Yəni bunu isbat eləməliyik. Yəni bunu da sadələşdirsək, baxaq görək biz nəyi əslində isbat eləməliyik. A kvadratı üstəgəl 4x kvadratı bərabərdir A kvadratı üstəgəl 4AM plus 4M kvadratı. A kvadratları sadələşir, hər tərəfi 4-ə bölsə x kvadratı bərabərdir M kvadratı plus AM. X də bərabər, daha doğrusu x kvadrat da bərabərdir M vurulsun M üstəgəl A. Bunu isbat eləməliyik əslində biz. Baxaq görək bizim aldığımız bu nəticələrdən bunu ispat eləmək olur. Baxaq. Burada bir düzbucaqlı üçbucaq görürəm. Bu 90 dərəcədir və bu düzbucaq təpəsindən hündürlük çəkilib və bu halda ağla gələn proyeksiya düsturu olacaq. ASY üçbucağında, yəni üçbucaq ASY-də proyeksiya düsturundan biz bunu yaza bilərik. Hündürlüyün kvadratı, yəni x-in kvadratı bərabərdir proyeksiyaların hasili. Proyeksiyaların biri AK-dır, yəni A plus M-dir, digəri də KY-dir, yəni M-dir. Və salam. Elə buradan da bu nəticəni aldıq, ispat olundu. Bu ikinci sual idi. İndi keçək üçüncü suala. Üçüncü sual yenə də oxşar şəkildir. Sadəcə olaraq deyəsən orada başqa şərtlər verilib. Şəkli çəkək əvvəlcə. Demək, yenə də düzbucaqlı üçbucaq verilib. Düzbucaqlı üçbucağın düzbucaq təpəsi, burası C-dir. C-dən hündürlük çəkilib. CD hündürlüyü. Bayaqki kimi yenə bu SP tənböləni çəkilib. Yox, üzr istəyirəm, bu o sual deyil. Sadəcə olaraq SP parçası çəkilib. AF çəkilib bu A təpəsindən. Bunların nə olduğunu orada deyir, indi baxarım, şəkli çəkim. Və bu da AY-dir. AY. Nə deyir indi bizə? Deyir ki, demək, düzbucaqlı üçbucaqda AF ASD üçbucağında AF üçbucaq ASD-də nagil xəttidir. AY ABC üçbucağında ABC-dən nagil xəttidir və SP də üçbucaq BDC-dən nagil xəttidir. Belə olarsa nəyi isbat eləməliyik biz? Deməli, SP kvadratı üstəgəl AF kvadratı bərabərdir AY kvadratı. Bunu isbat eləməliyik. Demək, dəyərli izləyənlər, nagil xətti nədir? Onu bilmək lazımdır əslində. Yəni, bu məsələ üçün yox. Ümumiyyətlə, nagil xətti məşhur bir xəttir. Nagil nöqtəsi də var hətta. Həndəsədə məşhur nöqtələrdən biridir, nagil nöqtəsi. Nagil nöqtəsi bizim, demək, bu üçbucaqda demək, xaricdən daxilə çəkilmiş də, bizdə elə deyirlər. Xaricdən daxilə çəkilmiş bu çevrə. Bu nədir? Bu iki tərəfin, üçbucağın iki tərəfinin uzantısına toxunur, bir də üçüncü tərəfə toxunur. Həmin o üçüncü tərəfə toxunduğu nöqtə, yəni belə göstərim, belə şifahi göstərim. Demək, bu çevrə bu iki tərəfin uzantısına və bu tərəfə toxunur. Demək, bu tərəfə toxunduğu nöqtə təpə ilə birləşdirsə, məsələn, A təpəsindən. Buna deyirlər, A təpəsindən çəkilən nagil xətti. Və bu da məşhurdur. Nagil xəttləri bir nöqtədə kəsir. Nagil xəttləri. Bu məsələdə isə mən düşünürəm ki, bu nagil xəttinin özündən heç istifadə eləməyəcəyik biz. Çünki bu üçbucaqlar, baxın, yazıram burada. Bu üçbucaqlar, üçbucaq A, S, bu rəng yaxşı olmadı nəsə. Demək, üçbucaq A, S, D, bu bucaqla bu bucaq eynidir deyə, bu oxşardır. Üçbucaq, deməli, C, B, D. C, B, D. Oxşardır və bu üçbucaq da böyük üçbucağa, bu üçbucaqlar da böyük üçbucağa oxşardır. Yəni bu üçbucaq oxşardır, üçbucaq A,
deməli A, B, C. Düzdür? Bu üçbucaqlar oxşar üçbucaqlar. Burada əsas məsələ nədir? Bu 3 dənə oxşar üçbucağın uyğun təpələrindən çəkilən naqil xəttləridirmi? Ona baxmaq lazımdır. Baxaq. ACD üçbucağına baxıram. A bucağı burada C bucağına uyğun gəlir. O burada A təpəsindən çəkilən naqil xəttidir. Bu birində də C təpəsindən. Bunlar uyğun bucaqlardır, ona görə də uyğun gəlir. Böyük bucağa da baxaq. Böyük bucaqda da yenə A təpəsindən çəkilən AY naqil xəttidir. Demək ki, bu oxşar üçbucaqların demək eyni olan bucaqlarından çəkilən naqil xəttlərdir. Yəni uyğun bucaqlarından çəkilən naqil xəttlərdir. O halda biz belə bir şey eləyə bilərik. Məsəl üçün bura tərəfləri məsəl üçün adlandırmaq istəyirəm. Məsələn, bu üçbucaqda ACD-də bu A təpəsindən çəkilən naqil xətti. Onda mən CD-ni adlandırmaq istəyirəm. CD olsun, məsəl üçün X. CD-nin uzunluğu da X olsun. Böyük bucaqda da A təpəsinin qarşısındakı tərəf CB tərəfidir. Bu da olsun, məsəl üçün Y tərəfi. Əslində heç buna ehtiyac yoxdur, sadəcə olaraq tam başa düşülsün deyə belə izah edirəm. Və bir də burada CDB üçbucağı, bunlara oxşar olan üçbucaqlar. Burada da C təpəsi uyğun təpə idi. Buradan çəkilən CP naqil xəttidir. O halda mən DB tərəfini Z deyəcəm, DB tərəfinə. Bu da olsun Z. Və biz oxşarlıqdan bilirik ki, oxşar üçbucaqların uyğun tərəflərinin nisbəti bərabərdir. Yəni uyğun elementlərinin nisbəti bərabərdir. Oxşarlıq əmsalıdır o da. O halda biz deyə bilərik ki, A deməli AF bölünsün, hər üçbucaq üçün yazıram. AF bölünsün deməli CP bölünsün AY. Yəni bu uyğun naqil xəttlərinin nisbəti ilə uyğun tərəflərin nisbətinə bərabər olacaq. Yəni ki, daha doğrusu X bölünsün, Y bölünsün, Z olacaq. Və salam. İndi biz bilirik ki, bu X, Y, Z düzbucaqlı üçbucağın tərəfləridir. O halda X kvadratı üstəgəl Y kvadratı üstəgəl Z kvadratı, daha doğrusu X kvadratı üstəgəl Z kvadratı bərabərdir Y kvadratı olacaq. Yəni bu doğrudur. AF, CP, AY də oxşarlıq əmsalından fərqlənir bu tərəflərin uzunluğundan. O halda yəni AF KX, CP KY, AY də KZ olacaq. Burada da aydındır ki, KX-in kvadratı üstəgəl KY-in kvadratı bərabərdir KZ-in kvadratı. Doğrudur, çünki K kvadratına bölsək hər tərəfi X kvadratı plus Y kvadratı bərabər Z kvadratı doğrudur. Pifaqor teoremi ilə alınır. Demək ki, bu verilən bərabərlik də tamamilə doğrudur. Sağ olun, növbəti videolarda görüşərik.